91 nömrəli sualda DEFB və DECK paralleloqramları verilib. DE6, BC16 olarsa, üçbucaqların sahələr nisbətini soruşur. DEDT-nin FDK üçbucağına nisbətini soruşur. Deməli, DE6-dırsa, paralleloqram olduğuna görə BF-də 6-dır. Həmçinin DE-KCD paralleloqramdır. DE6 olduğuna görə KCD 6-dır. Ümumi BC16 olmalıdır. 16'dan 12 çıxanda bura qalır 4. Paralleloqramdırsa, baxın bu 4 bucaqlı paralleloqramdırsa, qarşı təpənöklərindəki bucaqlar bir-birinə bərabərdir. Yəni bura alfadırsa, burada olacaq alfa. Eyni qaydada buradakı 4 bucaqlı da paralleloqramdır. Burada da qarşı təpənöklərindəki bucaqlar bura betadırsa, buradakı bucaq da olacaq beta. Paralleloqramın yəni oturacaqlar paraleldir. Bu paralel xəttləri uzatsaq, burada görürük ki, bura alfadırsa, buradakı bucaq da alfa olacaq. Çünki daxil çarpaz bucaqlardır. Bura betadırsa, buradakı bucaq da olacaq beta. Deməli, bunların üçüncü qarşılıqlı bucaqları da bir-birinə bərabərdir. Deməli, buradan aldıq ki, üçbucaq DET oxşardır üçbucaq FTK-ya. Deməli, oxşarlığa əsasən yaza bilərik ki, DE-nin FK-ya nisbəti oxşarlıq əmsalı K-ya bərabərdir, yəni 6/4. İxtisar etsək 3/2. Sahələr nisbəti isə S üçbucaq DET bölünsün S üçbucaq FDK. Oxşarlıq əmsalının kvadratına bərabərdir. 2-də 3-ün kvadratı 4-də 9. C variantı düzgün cavab.